Bugünkü dərsimiz Word 2010 proqramını, Microsoft Word 2010 proqramının izahı olacaq. Birinci dərsimiz ilk anlayış olacaq. Yəni bu Word haqqında anlayış yaradacağam. Deməli, başlayaq nədən? Word 2010 proqramı Microsoft firmasının bir proqramıdır. Bu proqramı kompüterə yükləyən zaman bunu neçə yolla açmaq olar? Yəni Word-a neçə yolla girmək olar? Bunu birinci aydınlaşdıraq. Ən birinci Word piktoqramının qısa yolu vasitəsilə. İkinci, hər hansı Word sənədi vasitəsilə. 3. Taskbarda hər hansı bir sənəd açıq vəziyyətdədirsə, həmən açıq sənədlə. 4-cü isə Start menu vasitəsilə. Orada VC proqramdan, yəni bütün proqramlara girib, orada Microsoft firmasının proqramlarına girib, oradan Word-ə girə bilərik. 4 yolla. Yəni Word-ə giriş 4 yolla. Mətn redaktorlarının mətn prosesorları bölməsi var ki, orada bəzi genişlənmələr var ki, o genişlənmələri sizə çatdırım. Yəni sizdən soruşsalar ki, Word-ün genişlənmələri hansılardır deyə bir sual versələr, siz cavabında belə bir cavab verin. Deyin, doc, docx, txt, rtf və bir də .x. Bu genişlənmələr Word-ün əsas genişlənmələridir. Burada doc 2003 və 2003-dən əvvəlki versiyalarda biz doc'dan istifadə edirdik. Yəni 2003 və 2003-dən əvvəlki versiyalar doc genişlənməsinə malik olub. docx 2007 və 2010 versiyalarda olan genişlənmələrdir. TXT Notepad-in genişlənməsidir və bu yeganə ASCII standartından işləyən mətn prosesorudur. Mətn prosesorunun mətn redaktorundan fərqi odur ki, orada formatlaşdırmalara ehtiyac olmur. TXT Notepad-in genişlənməsidir və Notepad yeganə ASCII standartından işləyən mətn redaktorudur. RTF WordPad-in genişlənməsidir. WordPad də Notepad kimi standart proqramlara aiddir. Xidməti proqramlara aiddir, yəni. WordPad-in Word-dən fərqi odur ki, burada ancaq sadə mətnlər yaratmaq olur. Şablon tipli sənədlərin genişlənməsidir və 2003-2003-dən əvvəlki versiyalarda genişlənməsini istifadə edilirdi. .x isə 2007 və 2010 versiyada olan Word-ün şablon tipli sənədlərin genişlənməsidir. Word-ə daxil olduğumuz zaman biz nələrə görə bilərik? Baxın, hər hansı bir Word sənədinə daxil oldum və nələrə görə bilərəm? Yenə deyirəm, bizim ilk mövzumuz ilk anlayışlar bölməsidir. Bu Word bölməsinin hal-hazırda izah etdiyim hissəsi həm bunu magistra, həm dövlət qulluğunun istənilən bir kateqoriyasında bu izah etdiyim bölmə çox vacib bir bölmədir. Yəni bu bölməni, hal-hazırda izah etdiyim bölməni mən dediyim qaydada öyrənsəz, heç bir probleminiz olmayacaq imtahanda. Heç bir sualı, yəni siz orada cavabsız qoymayacaqsınız. Deməli, Word-ə daxil olan zaman biz nələrə görə bilərik? Ən yuxarıda başlıq sətridir. Bu hissə başlıq sətridir. Baxın, title bar. İngiliscə deyə bilərik. Title bar, yəni başlıq sətri. Başlıq sətrində nə yazılır? Bu, cari sənədin adı yazılır. Çox adam qrupda da sual paylaşıram və qrupda da görürəm ki, bəzi uşaqlar cari sənədin və əsas sənədin fərqini bilmirlər. Cari sənəd odur ki, hal-hazırda aktiv olan sənəd. Yəni, açmışam, səhifə hal-hazırda ekrandadırsa, bu cari sənəddir və bunun adlandırmaq başlıq sətrində olan dokument adı ilə adlandırırlar. Hal-hazırda 3 dənə bu sənəddən açdığıma görə bu dokument 3 adını alıb. Yəni mən bundan əlavə 2 dənə də dokument açmışam. Yəni Word sənədi açıb yaddaşda saxlamışam deyə bu 3-cü dokument adı alıb. Deməli başlıq sətrində dokument yazdıq və biz hər hansı bir sənədi yaddaşa verdiyimiz zaman o yaddaşda aldığı ad isə doc1, doc2 adını alır. Doc1, baxın, doc1 adını alır. Bu cari sənədin deməli yaddaşa verilmiş hissəsidir. Yəni sənədin adıdır. Doc1 sənədin adıdır. Amma cari sənədin başlıq adı isə dokumentlə başlayır. Və yadda saxlayın bunu.
Deməli, başlıq sətrimiz oldu, dokument adı ilə başladı. Başlıq sətrinin sağ tərəfində pəncərənin idarəetmə düymələri yerləşir. Yəni, cari sənədi, bir var cari sənədi idarəetmə düymələri, bir də var pəncərənin idarəetmə düymələri. Cari sənədi idarəetmə düymələri görürsünüz aşağıda verilib. Baxın, cari sənəd deyəndə bu aşağı hissə nəzərdə alınır. Bu işçi vərəq və lent hissə nəzərdə alınır. Bu cari sənədin idarəetmə düymələri, bax görürsünüz 3 dənə buradadır. Amma pəncərənin idarəetmə düymələri 3 dənə yuxarıdadır. Deməli, Word 2010-da həm cari sənədin deməli, idarəetmə düymələri olur, həm də pəncərənin idarəetmə düymələri olur. Pəncərənin idarəetmə düymələrində birinci minimize pəncərəni kiçildir. Yəni, taspara yığır. Bunu basdıqda bu pəncərə kiçilib taspara yığılacaq. İkinci restore əmri. Baxın, bu minimize'ın işini görək. Minimize verdim, gördünüz aşağı gəldi pəncərəyə. Taspara yığıldı. İkinci restore əmri. Bu hal-hazırda restore əmrindədir. Başın 2 dənə pəncərə olduğuna görə bu restore əmrindədir. Yəni pəncərəni əvvəlki vəziyyətə qaytar deyir bizə. Bunu vurduqda pəncərə əvvəlki vəziyyətə qayıdır. Bax, bu pəncərə əvvəlki vəziyyətə qayıtmış bir formasıdır. Bunu biz ikinci dəfə vurduqda isə pəncərə maximize olur. Baxın, bu restore idi. Bunu gördünüz, adına yazılır maximize. Bunu vurduqda isə pəncərə böyük bir vəziyyət alır. Və görürük ki, pəncərənin iki vəziyyətdən, bir var vəziyyət əvvəlki vəziyyətini qaytarmaq, bir də var maximize yekə bir formaya salmaq. Sonra gəlir close. Baxın, bir var cari sənədin pəncərəsini bağlamaq. Cari sənədin pəncərəsini bağlamaq üçün Ctrl F4 düyməsi ilə pəncərənin cari sənədi bağlamaq olur. Ctrl F4 ilə, yəni Ctrl F4 ilə biz cari sənədi bağlaya bilirik. Amma pəncərənin, ümumilikdə pəncərəni bağlamaq isə Alt F4 ilə. Pəncərəni ümumilikdə bağlamaq Alt F4 ilə. Deməli, Ctrl F4 oldu cari sənədi bağlamaq, Alt F4 oldu ümumi pəncərəni bağlamaq. Mən burada dedikcə sizə onu dəftərdə qeyd etsəz daha yaxşı olar, daha yaxşı öyrənmiş olarsınız. Deməli, gəldik burada close hissəsində bu exit funksiyası daşıyır, yəni pəncərəni ümumilikdə bağlayır. Aşağıdakı hissə isə close window yazılır, yəni bu isə ümumi cari pəncərəni bağlamaqdır. Cari sənədi pəncərəsini bağlamaq. Başlıq sətrinin sağ tərəfində bildik ki, idarəetmə düymələri yerləşir. Başlıq sətrinin sol tərəfində isə ən başda sistem menüsü yerləşir. Word proqramının sistem menüsü ən tində yerləşir, sol tərəfdə ən tində yerləşir. Sistem menüsünə girsək, görürük ki, orada yazılıb Restore, Move, Size, Minimize, Maximize və Close. Bir qəbulda sual düşmüşdür ki, hansı düymələrdir ki, onlar Word proqramının sistem menüsündə olub, idarəetmə düyməsində yoxdur. Belə bir sual vermişdir. Biz görürük ki, burada Restore, burada idarəetmə düyməsində var. Minimize var. Maximize var. Close var. Deməli, burada 2 dənə əmr var ki, bu əmr sistem menüsündə var, amma idarəetmə düyməsində yoxdur. Hansılardır? Move ilə Size. Tamam, bunu öyrəndik. Gəldik bu hissəyə. Başlıq sistem menüsündən başlıq sətrinin arasında yerləşən hissə isə bura sürətli müraciət panelində. Quick Toolbars deyirlər adı hissəsi. Bu hissə sürətli müraciət etmək üçün istifadə edilir. Yəni, bir məlumatı yaddaşa vermək üçün, hər hansı bir məlumatı yaddaşa vermək üçün burada əgər yaddaş hissəsi varsa, biz bundan tez yaddaşa verə bilirik. Bizə bir pəncərə çəkə bilər, buranın şəklini çəkə bilər. Deyə bilər ki, məsələn, pəncərəni yaddaşa vermək dedikdə, biz burada fayla girib save ilə girməyəcəyik. Biz burada əgər bunu görürüksə, təbii ki, burada olan yaddaşla verəcəyik. Əgər siz desəz ki, fayldan girib save edərik, təbii ki, o cavab yanlış olacaq. Burada bizə işarə kimi bunu göstəribsə, təbii ki, bununla. Yəni, bizə ən sadə hissəsi ilə biz ondan istifadə etməliyik. Deməli, bu sürətli müraciət panelidir. Sürətli müraciət panelində bu yaddaş hissəsi, bu yazını dala qaytarmaq, yəni undo, bunu Ctrl-Z ilə həyata keçiririk. Bu isə təkrarlamaq. Ctrl-Y ilə təkrarlamaq funksiyası daşıyır. Mən bir yazı yazıram. Tutaq ki, Azərbaycan yazdım. Tutaq ki, yazan zaman görürəm ki, bu hissə aktivləşdi. Görürsünüz? Bu repert odur ki, yazdığım bir şeyi təkrarla. O məna verir. Bunu basdıqda
Yazdığım bir məlumat təkrarlanacaq. Dəfələrlə təkrarlaya bilərəm. Sonsuz sayda. Təkrarlaya bilərəm. Bu sonra görürəm ki, undo hissəsində yazdığım məlumatı, yəni sonuncu əməliyyatı geri qaytar mənasını verir və geri qaytarıram. Və geri qaytaran zaman burada retroaktiv olur. Qaytardığım məlumatı, yəni bərpa et aktivləşir. Mən də onu vuraraq məlumatı geri bərpa edə bilirəm. Bunun da klaviaturadan qısa düyməsi Ctrl-Y-dir. Əgər sürətli müraciət panelinə hər hansı başqa bir məlumat gətirmək istəyir, yəni bu hər hansı bir qısa yol əlavə etmək istəyirsinizsə, burada görə bilərik. Yəni burada open recent file'dır, draft table'dır, və yaxud da spelling'dir, print'dir və s. və s.ləri əlavə etmək olar. Bu more hissəsindən görürəm ki, yəni çoxlu əlavə et hissəsində istənilən birini burada əlavə edə bilərəm. Tutaq ki, məsələn, mən burada style hissəsini aktivləşdirmək istəyirəmsə, mouse sol düyməsindən 2 dəfə klik edirəm və yaxud da text hissəsini əlavə edirəmsə, burada 2 dəfə klik edirəm və oku bassam, görəcəm ki, bunlar burada aktivdir. Sonra bunları buradan götürmək istəsək, yenə bu hissəyə girib, gələcəm bu komand hissəsinə, burada 2 dəfə klik etsək, bunlar silinəcək. Ok versəm, bu olduğu kimi qalacaq. Gəldik sonra məlumatlar. Burada neçə tab var? File, Home, Insert, Page Layout, References, Mailings, Review və View. Bunlar bizim tablarımız, əsas tablarımızdır. Bunlara main tablar deyilir, yəni əsas tablar. Əsas tablarımızdır. Hansılar ki, görünməyən tablardır və sonradan əlavə edilir, onlara Tools tablar deyilir. Yəni əlavə tablar. Gizlədilmiş tablar deyə bilərsiniz, əlavə tablar deyə bilərsiniz, Tools tablar deyə bilərsiniz. Fərq yoxdur. Amma hal-hazırda görünən tablarımızsa əsas tablar və yaxud da main tablardır. Tablara girib baxmaq üçün, yəni hansı əsas tablar, hansı əlavə tablar girib baxmaq üçün, bu da file menüsündən girib, gələcək burada option hissəsinə. Optionda Customize Ribbon hissəsinə girib, görəcək ki, main tabs hissəsini vurduqda, baxın main tabs hissəsini vurduqda, görəcək ki, burada Home, Insert, Page Layout, References, Mailings, Review, View, Developer, Office Tab, Add-ins, Blog Post, Insert, Outlink və Backward Remover. Bunlar hamısı bizim əsas main tablarımızdır. Çox tələbə deyir ki, qrupda bəzi suallar atıram ki, və onların görürəm ki, çoxu bunlardan başqa əsas tabların olmadığını düşünür. Xeyr, bu səhv fikirdir. Təbii ki, əsas tablar deyəndə bu da Blog Postda, Outlinkdə, Backward Remover'dır. Bunların hamısı əsas tablarımızdır. Neçə əsas tabımız var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 bizim əsas tabımız var. Ancaq bəzi tablar var ki, onlar hal-hazırda, yəni aktiv vəziyyətdə deyil. Amma əsas tablar sırasındadır. Bizim susmaya görə əsas tablarımız deyəndə təbii ki, biz burada File, Home, Insert, Page Layout, References, Mailings, Review, View və bunlar bizim əsas tablarımız olacaq. Susmaya görə əsas tablarımız bunlar olacaq. Amma digər tablarımız da əsas olmağına baxmayaraq sadəcə işlək vəziyyətdə deyil. İstəsəz ki, öz adınıza bir tab yaradasınız və yaxud da hər hansı bir şəxsin adına və yaxud da hər hansı bir nəysə bir ada bir tab yaratmaq istəyirsiniz, New Tab hissəsindən girirsiniz. Bu zaman tabın ad hissəsinə mouse'un kursorunu gətirib sağ düyməni basıram və rename hissəsinə verib adı dəyişirəm. Tutaq ki, qoymaq istəyirəm DGMK məsələn. Ad hissəsini dəyişdim. DGMK adını verdim və menu qrupunun adını da dəyişək və şəklini əvvəlcə dəyişək. Şəklini də qoyaq. Məsələn, nida işarəsi bir işarə. Bir dənə də qoyaq bura. Dövlət qulluğu məsələn qoyduq. Ok verdik. Adını da dəyişdik və bu zaman gətirib yaddaşa verməliyik. Təbii ki, bunu yaddaş hissəsinə. Bunu çox bölmüşəm ona görə. Bunu yaddaşa verməliyik. Ok verəcəyik. Ok verən zaman gəlib görürük ki, burada DGMK adlı bir tab yarandı. Buna giririk və burada aşağıda görürük ki, dövlət qulluğu haqqında menu qrupu var. Bunu doldurmaq, eləmək bunlar sonranın işidir. Biz əsas tabını yaratmaq və onun menu qrupunu yaratmaq hissəsinə baxdıq. File'dan option'a giririk və həmən o tab hissəsini silirik.
bunun üzerine mouse'un sol düyməsini basıb remove verib silirik və ok basandan sonra görürük ki, tabımız silindi. Tablarımız haqqında danışacağıq. Əsas yenə də biz anlayışa baxacağıq. Əsas anlayışlar hissəsində biz nəyə qeyd etmək istəyirik? Deməli, Word-ə daxil olduqda biz nələri görürük? Görürük ki, File menyusu və Home, Insert, Page Layout, References, Links, Review, View tablarımız var. Və aşağıda bu bizim lentimizdir. Əsas lentimizdir. Buna formatlaşdırma paneli deyirlər. Standart alətlər paneli var. Bir də var formatlaşdırma paneli. Standart alətlər paneli dedikdə biz ancaq orada standart işlər, yəni bu format işlərindən başqa olan işlər, tutaq ki biz o yazını dəyişə bilirik, nə bilim yazın hər hansı bir deyək ki cədvələ salırıq, işarə, yəni sadə işlər görürüksə bu standart alətlər paneli. Hansı ki rəngləyirik və digər rəng işləri görürüksə təbii ki bu format sözünü oradan götürüb ki formatlaşdırma paneli adlanır. Deyək ki bu hissə bizim lentimiz adlanır. Bu lenti biz neçə üsulla götürüb gətirə bilərik? Biz bunu bilməliyik. Lentin üzərində, yəni menyu sətrinin sağ tərəfində bu işarəni görürsünüz. Bu Minimize Ribbon düyməsidir. Yəni bu düyməni biz lenti gizlədib gətirə bilərik. Mouse sol düyməsini götürüb gətirə bilərik. Sonra başqa bir üsulla lenti gizlədib gətirək. Sonra düyməmiz var. Ctrl F1 düyməsi. Ctrl F1 düyməsi. Ctrl F1 basmaqla biz lenti gizlədib gətirə bilərik. Məsələn, baxaq. Ctrl F1 gizlətdik və gətirdik. Ctrl F1-dən deməli lenti gizlədib gətirə bilərik. Başqa hansı üsulla? Hər hansı bir menyu qrupun üzərinə ad hissəsinə mouse'u 2 dəfə klik etmək, ad hissəsinə klik etməklə biz deməli lenti gizlədib gətirə bilərik. Hər hansı ad hissəsinə mouse'un sol düyməsini 2 dəfə klik etməklə gizlədib gətirə bilərik. Deməli 3 üsulla Ctrl F1 bu düymə vasitəsilə, bir də ad hissəyə 2 dəfə klik etməklə. Bir üsul da var. Hər hansı menyu qrupun üzərinə mouse'un sağ düyməsini basıb Minimize Ribbon verməklə biz bunu gətirə bilərik. Yəni gizlədib gətirə bilərik. Deməli 4 üsulla lenti gizlədib gətirmək olar. Gəldik lentin aşağı hissəsində. Baxın, lent hissədə hansı ki Home, Insert, Page Layout və digər hissələr hansı ki tab adına malikdirsə, onların ad hissəsinə vurduqda hər biri üçün menyu qrupları aktivləşir. Və menyu qrupları da hər biri əmrlərdən ibarətdir. Məsələn, burada clipboard hissəsi var, yəni bu mübadilə buferi hissəsidir və içində olan menyu əmrləri var. Mübadilə buferi, font, paragraf, styles, editing. Bunların hamısı bunun menyu qruplarıdır. Məsələn, bizə sual verə bilər ki, Home'un menyu qrupları hansılardır və yaxud da aşağıdakı variantlardan hansıları Home'un menyu qrupu deyil. Biz bilməliyik, əzbərləməliyik ki, clipboard, font, paragraf və styles, editing. Bunlar bizim menyu qruplarımızdır. Bundan əlavə Home'un menyu qrupu yoxdur. Və içində olan əmrlərinə də baxacağıq və bunlara görə əzbərləyəcəyik. Təbii ki, informatikanın çətin suallar dedikdə biz bunlara nəzərə alırıq ki, tablar dedikdə, yəni hansı menyu qrupu, hansı hissədədir, bunu öyrənməliyik. Dövlət qulluğuna hazırlaşanlar əsas bilməlidir nəyi? Biz tutaq ki, hər hansı bir dövlət qulluqçusu olmaq istəyən şəxsi yoxlamaq istəyiriksə, təbii ki, ona biz elə suallar verməliyik ki, bu insan dövlət qulluğunda işləyən zaman orada hər hansı bir sənəd yazanda, bu Word-də yazı yazanda, nəsə bir iş görəndə, orada yazının altından xətt çəkməyi, yazını cədvələ salmağı və yaxud da yazı üzərində işləməyi hamısını bilməlidir. Təbii ki, bunları bilən bir şəxs dövlət qulluqçusu kimi fəaliyyət göstərməkdə təbii heç problem olmayacaq. Biz o yüzden dövlət qulluğunda görürük ki, suallar o tərzdə hazırlanır ki, uşaqları yoxlasın ki, bunlar yəni o baza biliyinə malikdir yoxsa yox. Onun üçün də mən dediyim tərzdə siz öyrənin və siz bu baza biliklərini aldıqdan sonra qəbulda nəticə göstərməyiniz 100% olacaq. Gəlirik sonra hara? Görürük ki, lentdən aşağı düşdükdə görürük ki, 2 dənə bizim xəttkeşimiz aktivdir. Baxın, yuxarı hissədə bu üfüqi xəttkeşdir, aşağı hissədə isə şaquli xəttkeş. Deməli, üfüqi və şaquli xəttkeşlərimiz var. 2 xəttkeş var, üfüqi və şaquli xəttkeş.
Xəttkeşlərin boz hissəsinə yazı yazılmır. Ancaq ağ hissəsinə yazı yazılır. Burada olan məsafələr hər biri 1 millimetr hissəsi ilə deməli göstərilir. Bu xəttkeşin aşağı olan hissəsi left baxın handing yazılıb. Bax bu left indent yazılıb. Yəni bu bizim hər hansı bir yazı yazaq. Baxın bir yazı yazdıq. Tutaq ki, hər hansı bir yazı yazdıq. Yazdıq. Keçdik növbətə sətirdən yazdıq. Keçdik növbətə sətirdən yazdıq. Aha. Və bunu abzasdan da bir başqa bir yazı yazdıq. Bunu seçirəm. Və bunun aşağı hissəsi var. Aşağı hissəsini baxın. Aşağı hissəsini mən əvvəlcə yuxarı hissəsini götürək. Yuxarı hissəsini bu tərəfə gətirdikdə bunlar başlıq hissələri görürsünüz. Başlıq hissələri ilə bu necə hərəkət etmək lazım hamısı gəldi. Deməli yazı tam olaraq bir abzasda yazıldığına görə biz onu tam olaraq sol tərəfə gətirə bildik. Amma başqa bir abzasda yazı yazılsa, məsələn, tutaq ki, biz bunu abzaslar kimi nömrələyək. Tutaq ki, belə bir nömrələyək. Hansı başqa bir yazı yazıldı. Bunu işarələyirəm və yuxarıdakı ehtiyatla bu tərəfə çəkirəm. Və bu zaman yazının özü hər abzasa görə dəyişdi. Aşağını çevirəndə isə görürük ki, tam sətir boyu bütün yazılar sol tərəfə çevrildi. Yəni yuxarıdakı hissə yazının başlıq hissəsini sola çevirir. Aşağıdakı hissə isə abzas qarışıq hamısını sola doğru çevirir. Yəni istiqamətli çevirməyə sual kimi verə bilər sizə. Məsələn, deyə bilər ki, abzası məsələn sola doğru hərəkət etdirən hansı olur? Məsələn, belə bir sual verə bilər. İndi çətin suallar silsiləsindən versəsə. Sonra nəyi bilməliyik? Bu xəttkeşləri necə götürüb gətirə bilərik? 2 dənə bu xəttkeşi necə götürüb gətirmək olar? Təbii ki, ən birinci üsulumuz, bax burada gördüyümüz view ruler hissəsi var. Baxın bu hissədə. Bu işarə ilə götürüb gətirə bilərik. Görürsünüz. Başqa bir yolu view menüsünə girib burada ruler yazılan hissəsini götürsək quşu, təbii ki, bu zaman xəttkeşdə itəcək və gətirmə hissəsiyə vurub gətirə bilərik. Başqa. Düşürük səhifənin aşağı hissələrini. Deməli, səhifədə dedik ki, 2 xəttkeşimiz var. Hansılar idi? Üfüqi və şaqlı xəttkeşlərimiz. Sağ tərəfdə isə sürüşdürmə zolağımız var. Baxın, bu hissə şaqlı sürüşdürmə zolağı. Şaqlı sürüşdürmə zolağı cari səhifə açılan zaman, təbii ki, cari səhifə açılanda biz nələr gördük? Yazı ehtiyatının şrifti 11, cari səhifədə bir işçi vərqi, 2 xəttkeş, sağ tərəfdə bir dənə şaqlı sürüşdürmə zolağının aktiv olduğunu görürük. Miqyas 100%, görünüş rejimi normal görünüş rejimində, print layout rejimində, home menüsü aktivdir, dokument hissəsi yazılıb adı hissəsinə, normal hissədə yazı hissəsi, bunları görə bilərik. Yəni sizə sual versə ki, cari səhifə girdikdə nələr görə bilərik və bu dediklərimi görə bilərik. İş fərqi, bir dənə iş fərqi var. Bundan artıq eşit. Yazı şrifti demişkən, yazı şrifti yadda saxlayın. Minimum 1, maksimum 1632. Yəni bu yazı şrifti minimum 1, maksimum 1632 yazı şriftimiz var. Amma standart halda isə minimum 8, maksimum 72 point deməli ölçüsünə ölçülür. Yadda saxlayın. Minimum 1, maksimum 1632. Standart halda minimum 8, maksimum 72 olur. Bunu yadda saxlamaq lazımdır. Miqyas ölçümüz minimum. Miqyas burada göstərə bilmirəm, proqrama görə göstərə bilmirəm. Miqyas minimum 10, maksimum 500 miqyas ölçümüz var. Minimum 10, maksimum 500. Sonra nə deyə bilərik? Burada bu sürüşdürmə zolağı bildik ki, şaqlı sürüşdürmə zolağımız aktivdir cari sənəddə. Bəs üfüqi sürüşdürmə zolağı nə vaxt aktiv olur, onu demək lazımdır. Yadda saxlayın, pəncərəni kiçiltdikdə
üfüqi sürüşdürməz olaraq aktivləşir. Necə? Pəncərəni biz kiçildirik. Görürük ki, kiçildən zaman aşağıda görürük ki, üfüqi sürüşdürməz olaraq aktivləşir. Başqa bir hal, miqyası böyütdükdə və kiçildikdə, məsələn, miqyası böyütmək istəyirik. Məsələn, miqyası böyütdük. Gördük ki, miqyas böyüdən zaman görürük ki, üfüqi sürüşdürməz olaraq aktivləşdi. Görürsünüz. Miqyası tam böyütmək istəyiriksə, baxın, tam böyütmək istəyirik və 500, maksimum 500, minimum vəziyyətə gətirmək istəyirik. Bu zaman görürük ki, minimum 10, minimum da 10 vəziyyətə düşdü. Bunu 100 normal vəziyyətə gətiririk. Yəni, onsuz da cari sənədə girdikdə bu 100% göstərilir. Səhifəni düz aşağıda düşürük. Aşağı düşəndə görürük ki, burada page 1 yazılıb. Bu səhifənin bir səhifə, hal-hazırda bir səhifənin aktiv olduğum və ikinci, yadda saxlayın, ikinci yazılan bu sənədin neçə səhifədə olduğunu göstərir. Amma birinci yazılansa hal-hazırda olduğu cari sənədin səhifəsini göstərir. Bu hissəyə girdikdə sənəddə belə bir pəncərə açılacaq. Mouse'u sol düyməsində burada klik etsək, belə bir pəncərə aktiv olacaq. Və burada find hissəsində biz sənədin daxilində olan sözləri axtarırıq. Məsələn, tutaq ki, bu finddə müəllim sözünü axtarmaq istəyirəm və müəllim yazıb, burada find hissəsini basacaq və bu bizə müəllim sözünü axtarıb sarı rəngdə boyayacaq. Əgər replace hissəsinə girsəm, replace nə edir? Mən mətndə müəllim sözlərini şagird sözləri ilə əvəz etmək istəyirəm. Şagird. Əvvəllər, yəni çox dövlət qulluğuna qəbul olan şəxslərdə bir sənəd daxilində hər hansı bir yazını dəyişmək lazım olurdusa, biz görürdük ki, dövlət qulluqçularının çoxunun yazan zaman yazının içindən bir-bir dəyişirdilər. Və Word proqramını bilmək bizə nə kömək edir? Bizə o kömək edir ki, biz hər hansı bir sənəddə, yəni biz o yazıları dəyişsək, təbii ki, bizim vaxtımız çox gedir. Amma o yazını tam seçib, istənilən bir yazı sözünü dəyişmək istəyiriksə, yazırıq. Dəyişmək istəyəcəyimiz sözü yazırıq və nə dəyişib yazmaq istədiyimiz sözü yazırıq. Əgər burada replace versəm, bu zaman birinci seçilmiş tapdığım həmən o sözün dəyişilməsini göstərəcək. Amma replace all versəm, bütün mətndə olan həmən müəllim sözləri şagird sözünə əvəz olunacaq. Go to nədir? Hər hansı bir səhifədən keçid etmək istəyirsən. Tutaq ki, 20-ci səhifədəsən, sən burada plus seçsən, o gələcək 21-ci səhifəyə. Əgər minus seçsən, təbii ki, 19-cu səhifəyə düşəcək. Yəni, bir səhifə qabağa, bir səhifə dala. Əgər mən burada 17 plus yazsam, 20-ci səhifədəsənsə, keçəcək 37-ci səhifəyə. Yəni, 17 səhifə atacaq. Və yaxud da 17 minus yazsam, bu zaman 3-cü səhifəyə qayıdacaq. Yəni, bu da bizim getmək üçün, yəni keçid etmək üçün olan qaydamız. Word 0 yazılıb. Bu hissəyə girsək, bizdə belə bir profil pəncərəsi açılacaq. Burada səhifənin nə qədər səhifə olduğu, nə qədər söz olduğu, nə qədər xarakterdən, nə qədər xəttdən, nə qədər paragrafdan, nə qədər line, yəni bunların hamısından nələrdən çox istifadə ediriksə, bizim statistik göstəricimizi word count hissəsindən biz görə bilərik. Bunu başqa da görə bilərik. Bunu başqa review hissəsinə girsək, reviewda word count hissəsinə girsək, həmən əmri aktivləşdirəcək. Eyni şey, eyni əmri, yəni bizə aktivləşdirib göstərəcək. Gəldik burada no proofing errors, yəni bu səhvləri aşkarlayır. Biz bilməliyik nəyi? Əgər yazın altından qırmızı dalğalı xətt çəkilirsə, bunu yadda saxlamalıyıq, dalğalı xətt çəkilirsə, bu zaman, qırmızı dalğalı xətt çəkilirsə, bu zaman orfoqrafik səhvlər var. Əgər yaşıl dalğalı xətt çəkilirsə, bu zaman qrammatik səhv var. Bayaqda saxlayın. Əgər
qırmızı dalğalı xətt çəkilirsə, bu zaman orfoqrafiksə, əgər yaşıl dalğalı xətt çəkilirsə, bu zamansa deməli, qrammatik səhv. Yəni qır olmur, yadda saxlayın. Qırmızı qrammatik olmur. Qırmızı orfoqrafik, yaşıl qrammatik səhv. Yadda saxlayın bunu. Yəni bizdə də o səhvi burada olan proofing hissəsi göstərir. Azəri çıxıl hissəsi olan hissəsi bu language, yəni sənədin öz yazı dilini dəyişir. Gəldik bu hissəyə, sağ hissəyə gəldik. Bax bu aşağı hissə, yadda saxlayın. Sənədin aşağı hissəsi status bar panelidir. Status bar paneli. Buna vəziyyət sətri də deyə bilərsiniz. Status bar da deyə bilərsiniz, vəziyyət sətri də deyə bilərsiniz. Vəziyyət sətrinin sağ hissəsində isə görünüş rejimləri yerləşir. Ən birinci görünüş rejimimiz, yəni sənədə daxil olan zaman aktiv olan görünüş rejimimiz print layout görünüş rejimidir. Print layout görünüş rejimində hər iki xəttkeş görünür. Baxın, bu iki xətkeşin ikisi də görünür. İkinci browser hissəsində. Deməli, print layout hissəsində yadda saxlayın. Lent, hər iki lent görünür. Baxın, hər iki lent görünür. Üfüqi xəttkeşdə görünür, şarqlı xəttkeşdə görünür. Bir də hər hansı bir yazı daxilində şəkil olarsa, şəkil də görünəcək. Yadda saxlayın. Sonra, baxın, lent göründü. Dedik ki, print layoutda lent özü görünür. Hər iki xəttkeş göründü. Bir də daxilində hər hansı bir şəkil mən paylaşsam, o şəkildə görünəcək. Bunu bildik. Gəldim ikinci oxunuş rejimi. Buna full screen reading hissəsi deyirik. Yəni biz buna oxunuş rejimi deyirik. Oxunuş rejimində heç bir xəttkeş görmürük. Görürsünüz, heç bir xəttkeş görmürük. Lenti də görmürük. Baxın, nə lenti görürük, nə də heç bir xəttkeşdə görmürük. Nə üfüqini, nə də şarqını. Nə də burada sürüşdürmə zolaların heç birində görmürük. Bu zaman ancaq şəkilləri görə bilərik. Daxildə yazı və şəkilləri. Yəni bu daxildə şəkil yazsaq, şəkli görə bilərik. Başqa heç nə görə bilmərik. Yazı və şəkli görə bilərik. Buradan çıxaq. Üçüncü görünüş rejimimiz web layout görünüş rejimidir. Web layout görünüş rejimində üfüqi xəttkeş görünür, şarqlı xəttkeş görünmür, lent görünür və daxildə şəkillər görünür. Keçdik növbəti görünüş rejimə, outline görünüş rejimidir. Outline görünüş rejimində lent görünür, nə üfüqi, nə də şarqlı xəttkeş görünmür. Şəkil olsa burada şəkilləri də görünür. Yadda saxlayın, şəkil görməyən outline görünüş rejimidir. Outline görünüş rejimi. Gəldi draft hissəsinə. Draftda üfüqi xəttkeş görünür, şarqlı xəttkeş görünmür, lent görünür. Şəkil də olsa şəkillər də görünmür. Baxın, indi bir dənə sistemləşdirə bilirik. Yadda saxlayın. Lent bütün görünüş rejimlərində görünür, bircə full screen readingdə görünmür. Oxunuş rejimində bir dənə lent görünmür, qalanlarında hamısında lent görünür. Üfüqi xəttkeş print layoutda, bir də web layoutda, draftda. Bu üçündə üfüqi xəttkeş görünür. Şarqlı xəttkeş print layoutda görünür. Başqa heç bir görünüş rejimində şarqlı xəttkeş görünmür. Yeganə print layoutda şarqlı xəttkeş görünür, başqa heç birində şarqlı xəttkeş görünmür. Şəkillər hamısında demək olar ki, şəkillər görünür, bircə outline ilə draftda görünmür. Outline, draftda şəkillər görünmür, qalan hamısında şəkillər görünür. Bunu da öyrənmiş olduq. Deməli, Word-də dedik ki, bu görünüş bu bizim elə bil ki şrift, standart şriftimiz. Baxın, Word-də standart şrift ölçümüz dedik ki 872-dir. Baxın, 872. Oy, yazını yazmamışam. 872. Standart halda yazımız 872-dir. Minimum 1, maksimum 1638. Sonra maksimal miqyas ölçümüz dedik ki 500, minimal ölçümüz də 10 olur. Başqa ilk anlayışdan görürəm ki burada başqa məlumat yoxdur.
belə əziz yoldaşlar, ilk anlayış Word-dən ilk anlayışımızı aldıq. Gələn mövzularımız file, home, insert və digər tablarımızı bir-bir izahlar olacaq. Sağ olun, gələn dərslərimizdə görüşmək ümidi ilə.